O şipşirin deyənlərdən mən həmişə belə dalaşmaqda olmuşam da, savaşda olmuşam, yaxşı mənada. Niyə? Çünki adam böyüyür, müəyyən yaşına gəlib çatır və o yaşda sənə şipşirin, elə bil ki, sanki ay Allah, şipşirin belə düz gəlmir də, bu saqqallımdan biraz da. Əslində məni qıcıqlandıran bilirsiniz nə idi? Aparıcıların düzgün təqdim etməməsi. Yəni şipşirin deyə bilərdilər, Elçin şipşirin deyə bilərdilər. Amma o qədər ki, onu abartdılar, belə bal kimi, nə bilim, şipşirin, nə bilim, çox şişirtdilər də. O iyrəndirdi biraz məni, yəni. Hə, ona görə də acığıma gəlirdi. Amma gördüm ki, bu mümkünsüz. Şipşirin şipşin sözlər elədi ki, ağlımı aldım başımdan, heç utanmırsan yaşından. Biraz belə də çox da, yəni çox belə yəni ən maksimum 17 yaşa kimi bunu oxuya bilərsən. Ya olmayacaq.